Yenə mən xoş gördük sizi kanalında və bu artıq yeni ilin son videolarıdır. 2025'in son videolarıdır. Vlogmas vesaire deyə bilərik biz buna. Bugün nə edirik? Əslində bugün gedirik artıq ağacımızı demək üçün bir şey alacağıq inşallah. Yəni hələ ümid edirəm. Bugün ancaq belə bir şey edəcəyik. Amma onun öncəliyində Nigar nə edəcək? Təbii ki, bir dənə kofe içəcək. Bu kofe. Yəni Nigar və Nigarın çaşka kolleksiyası. İçində buz var. Buz atmışam. Nəsə dekabr ayı olmasına baxmayaraq, hətta dünən nə qədər yağış, hətta qar yağmasına baxmayaraq, bugün bu qız buzlu kofe içəcək. Yəni başqa çarəsi yoxdur. Canı belə istəyir. Bitdi. Yəni bu arada bu ışığı və burada danışmağa çox öyrəşmişəm. Videoları da burada başlamağı çox sevdim açıkçası. Siz sevdinizmi, sevmədinizmi bilmirəm. Amma fikirlərinizi bölüşə bilərsiniz deyə düşünürəm. Belə yəni bundan öncəki vlogu yayımlamışam. Əgər izləməmisinizsə onu bir izləyin. O çünki qız-qıza bir videodur. Əslində o videonun başqa bir versiyasını da yaratmaq istəyirəm bir tərəfdən. Sual-cavab, qız-qıza söhbət temalı bir şeylər eləməyi düşünürəm açıkçası. Amma bilmirəm hələ ki necə olur. Çünki bəzi şeyləri paylamışam, bəzi aksesuarlar və s. Ona görə fərqli bir şeylər almaq lazımdır. Aldıqlarımı da sizinlə bölüşəcəm onsuz da. Gedik. Bu mu? Dərə deyir bu daha tünd. Aa, dırnaqlarımla uydu bu. Bu daha tünd görünür, bu da qırmızı görünür. Qiymət fərqi də 1 manat. Elə çox böyük qiymət fərqi yoxdur yəni. Və biz alışverişimizi elədik, gətirdik. Elədik gəldik, çox yorğunçuluqdur açıkçası. Bu arada yeni bir ışıqdan istifadə edirik. Otaqda sadəcə balaca bir ışıq istifadə edirik. Yəni otağın öz ışığı balaca olaraq izah edirəm. Danışmaq istəyirsə danış. Bu influencerların istifadə elədiyi işıqlardan bizdə də var. Bunu mənə keçən il İrayda almışdı ad günümdə. Keçən il ad günümdə almışdı və mən bunu necə istifadə edəcəyimi bilməmişdim. Sağ olsun kim? ChatGPT. Onun sayəsində necə istifadə eləyə biləcəyimi anladım və hal-hazırda onu qoşmuşuq. Amma ümumiyyətlə necə işıqlanır, vəziyyət nədir, necədir bilmirik. Yəni editləyəndə bir daha baxacağıq əslində. Sarı işıq qoşmuşuq. Əslində amma bu arada ışığın altı olmadığını biz çox qəribə qoymuşuq. Işığı dəyişə bilirikmi? Dəyişsək işıq öz yerini dəyişərmi? Sonra onu yerinə qoya bilərikmi falan bilmədiyim üçün mən bu arada hərəkətlərim biraz qəribədir. Boş. Bomboş laflar. Hiçbir işe yaramayan cümleler silsilesi. Ona görə də çox da toxunmadan davam eləmək istəyirik videoya. Amma bəlkə bir prov eləyə bilərik nəysə. Nə yapıyorsun oğlum? Ağ onsuz da evin işıqları da ağdır. Nəysə 2 dəqiqə, 3 dəqiqə də artıq biz işıqla əlləşirik. Şimdi onları göstərəcəm ilk öncə. Burada köhnə təzə şeylər qarışıqdır. Bunun içərisində bu var. Bunun nə olduğunu bilirsiniz olsa. Bunu alma ərəfəsində. Bunun çok iyi bir şey yaşadım da. Çok iyi değil ama her şey çok iyi değil. Ya da benim kafada kurmuşluk da olmuş olabilir. Neyse böyle Sen almıştın ya böyle bunlar. Bəli, bu kağızlardan, bu hədiyyə kağızlardan aldım. Çünki biz yine normal olarak sanki sekret eləmişik evin içində, ailə fərqləri ilə. Ona görə də bu kağızlar bizə ehtiyacdır da, bəzəmək üçün də ehtiyac olacaq. Ona görə də bu formada, baxın, göstərim beləsi. Bunları hardan almışıq? Premiumdan almışıq. Aşağıda onsuz olacaq harda almaqla əlaqəli. Əhmədlidə premiumdan. Baxın, bunlar çox şey var idi. O qədər insan alışveriş edirdi ki və o qədər çeşitli şeylər var. Yəni çeşit sayı çox idi bu arada. Mənim çox xoşuma gəldi. O qədər əlavə şeylərin olması. Burada mən otura bilmirəm deyə, otura bilmədiyim üçün də rahat danışa da bilmirəm istərsən. Otursam belə görünür. Amma belə görünə bilərəm əslində. Nə var ki burada? Çox mu? Başımız çox mu aşağı? Yok, şey bilmiyorum. Bir şey də göstərəcəm bunu. Baxın, belə necə göstərəm bilmirəm. Bəzi o birisini aça bilərsənmi? Bu necə?
Onlar görməmişsiniz. Evinizi bəzəməmsinizsə ya da yol kanunu, yenə də manifest üçün deyirəm sizə. Deyilənə görə nə ürəyinizdən keçirsə, onu manifest kimi manifest eləyib danışamıram. Alo, Azərbaycanca. Onu manifest eləyib yol kanununuzdan asa bilərsiniz. Da inşallah aça bilsə biz də manifest eləyəcəyik. Bu arada bunu 3 manat almışıq. Qiymətini də deyim. Məncə çox okey bir qiymət. Mən heç mahsulacağız. Bunun 5 dənə var. Bunu niyə almışıq? Bu bir vaqondur. Səyahət amaçlı. Səyahət amaçlı bunu aldıq. O məqsədlə almışam. Səyahət edək, bol-bol gəzək, xeyirli bir şəkildə gəzək, yəni sürpriz, xeyirli sürprizlərin olması niyyəti ilə o saç aksesuarı. Spesifik bir şey. Məncə torta oxşuyur, yəni açmaq üçün, evin qapısını açmaq. Verirsə, üzümü bağladığım üçün evin qapısını açmaq üçün aldığımız bir şey var. Onu ama bu video neçə dəqiqə çəkəcək, nə qədər çəkəcək, Allah bilir, heç bir fikrim yoxdur. Baxın. Üzürsən, həll edirəm. Baxın. Çox qəşəngdir. Okey, məsələn, yaşıl o yumru şeylərdən də almaq olardı. O ağac üstündə nə bilim nəsə. Amma belə sanki daha fərqli və daha estetik. Estetik. Çox ehtimal ki, ulduz tapmayacağıq. Baş hissədə ulduz tapmayacağıq. Onun əvəzinə bunu tapmağı düşünürük. Baxın, bunu tapmağı düşünürük. Məncə qəşəngdir. Nətərdir bəs? Sən heç görməmişdim məncə bunları. Biz çünki 2 dəfə getdik alışveriş eləməyə. Bir dəfəsində dəqiq. O da qəşəngdir. O neçəyədir və yalan deyərəm. 20. Çox həsəl. Amma məncə içində 20 dənə falandır. Məncə çox okey qiymətdir. Bunu təpədən asacağıq. Mən bunu Pinterest'te görmüşdüm. Bunu da eləyəcəyik. Bir aksesuarımız var. Bunların içində köhnə olanlar da var. Daha köhnə olanlar var. Onları çox ehtimal ki biz istifadə eləmirik. Düzdürmü? Eləməyə çalışacağım. Qırmızı və sarı tonları qarışdıracağım. İçində çox rəngarəng olanlar var və bunun bəzilərini məsəl üçün okey başqa insanlara verirəm mən. Xoşuma gəlir aksesuarlarımı insanlarla paylaşmaq. Amma bunun bəziləri çox ehtimal ki artıq birbaşa atılacaq. Heç istifadə eləməsək. Yeni il günündə istifadə Yeni il günündə bir yerdən sonra bir də görəcəksiniz ki başlayıb. bəli, bir yerdən sonra bu hissələri kəsməyəcəm. Bir yerdən sonra görəcəksiniz ki yeni ildə digər bir formada gəlsin. Bu arada yeni il vlogu çəkəcəm. İnşallah. Keçən il nətər çəkmişdim, heç unutmuşam. 12 üzüm. Baxın, bugün ayın 17-sidir. Mənim oturuşum gəldi. 17-sidir və 3 gün qalıb da, 13-14 gün, 2 həftəmiz təxminən qalıb yeni ilin bitməsinə. 12 dənə üzüm yedim mən stolun altında. Bəlkə də bir ikisi yerinə yetdi. Ümumiyyətlə 2025 maraqlı keçdi də, yerinə yetməyən bəzi arzularım var. Son 14 gündə bunları gözləyirəm. İnşallah yerinə yetər. Sənin arzuların yerinə yetdi mi? Bilmirəm ki, nə diləmişim yadımdan. O ərəfədə onsuz da nə xatırladığını da bilmirsən. Onları bu il yazacağım. Telefonuma oxuyacağım. Çünki yadımdan çıxdı. Həm də yadında qalsın sonrası ilin sonundakı mən nə diləmişdim, nələr qəbul oldu. Çoxunu da yəqin vision board oldu. Mən vision boardumda, vision board məncə daha önəmlidir 12 üzümdənsə. Çünki orada görürsən və onu eləmək üçün bir şeyə keçirsən, hərəkətə keçirsən. Məsələn, xaricə getmək olsun, prava almaq, nə bilim, maşın sürməyə davam eləmək, başqa yəni bu tipli şeylər var idi. Məsələn, qız-qıza gecə keçirtmək, fərqli insanlarla tanış olmaq falan. Yəni, məndə vision boardda bu tipli şeylər var idi. YouTube kanalını böyütmək, məsəl üçün. Bu arada 716 nəfər unutulur artıq. İlin sonuna qədər 14 gün ərzində 1000-ə yaxınlaşsaq mükəmməl olar, amma eyb yox. Eyb yox. Canımız sağ olsun, heç nə olmaz. Neysə, biz başlayaq hazırlaşmaya, yoxsa 10 dəqiqə də artıq danışırıq. Nə danışırıq? Editləyəndə 2-3 dəqiqəsi qalsa, neysə. Pis olmaz. I give you my heart. Olmaz. Hayır.
Videonu tamamilə bitirmədiyim üçün əslində biraz yarımçıq bir yerdə saxladığım üçün dedim ki, sizlə üzbəyüz danışım və sağollaşım artıq. Videonun sonunu belə danışıb bitirmək istədim. Hal-hazırda full make-updayım çünki dərslərimi keçdikdən sonra qızlarla görüşəcəm, amma təəssüf ki, bunu artıq paylaşa bilməyəcəm. Yəni vlogun bu hissəsi bura qədərdir. Çünki bu vlogun əsas teması bugün aldıqlarımız, yəni ümumiyyətlə Christmas shopping temalı olacaq. Oldu daha doğrusu. Sizə Sky High Maybelline New York'un Sky High maskarası, tuju. Onsuz da bunu çox ehtimal ki bilirsiniz. Bunu deməyimə nəsə ehtiyac yoxdur. Endirmə düşmüşdü, səhvləmirəmsə 17 manata falan düşmüşdü. Yəni ala bilərsiniz. Çox sevirəm və istifadə də eləmişəm hal-hazırda. Bu boy ilk dəfədə ilk dəfə deyil, ikinci dəfədə alıram. Bu XXL format 700 ml Garnier. Mənim makyaj təmizləmə suyu olaraq ən çox sevdiyim miselyar su Garnier miselyar suyudur və ümumiyyətlə bu, yəni bu bildiyiniz. Yəni başqa bir neçə markanın miselyar sularını və s. prob elədim. Sadəcə məni o qədər də türklər demişəm tatmin eləmədi. Mən istəyirəm ki, makyaj oradan tamamilə çıxsın və o da məncə budur. Amma bu normal dərilər üçün, yəni təbii ki, başqa həssas cildlilər üçün və s. başqa formatlarda var, başqa miselyar sularda var bu markanın. Bunu neçə almışdım? Endirimdən 12 manata düşmüşdü. Bunun bir balacası 400 ml olan 8.90-a düşmüşdü. Ondan 2 dənə alanda düşündüm ki 17 manat falan ödəməliyəm də təxminən. Dedim 12 manata bu varkən, bu da onun 2 qatı ikən təxminən, o zaman bunu alaq. Yəni niyə almayım ki deyə düşündüm və bunu aldım. Okey, çox böyükdür. Buna bir sözüm yoxdur, amma elə biləcəyim başqa bir şey də yoxdur. Bu Shewek. Məncə bilərsiniz, qızlar bunu çox yaxşı bilər. Shewek'in deməli salisilik asid tonik. Mən bundan istifadə eləmişəm və çox da xoşuma da gəlir açıqcası. Belə bir qapaq çıxır içərisindən və inşallah çıxarda bilsəm bugün bir tonikdir. Toner da deyə bilərsiniz. Oy, əlimin neysə bulaşdı buna. 2 dəfə, 3 dəfə gecə makyajı təmizlədikdən, bitirdikdən sonra, gecə makyajını arındırdıqdan sonra və s. arındırıcı tonik kimi keçir. Bu nədir? Bu hyaluronik asiddir və hyaluronik asid var 2% və B5 var 2%. Çox sevirəm. İndi qiymətləri sizə deyəcəm. Niyə həm də bu qədər aldığımı. Bunun keçən dəfə də Shewek'in C vitaminini almışdım. Məncə göstərmişdim mən onu. Da çox qəşəngdir. Hyaluronik asidi də çox qəşəngdir və axşamları da salisilik asiddən istifadə edirəm. Amma hər dəri tipinə uyğundurmu onu bilmirəm. Baxın, yəni mütləq şəkildə mən tövsiyə eləmirəm heç kimə. Sadəcə yəni əgər istifadə edirsinizsə, endirimdə də Arzumda 7 manat 50 qəpiyə düşmüşdü. Böyük endirimlər var. Niyə endirimdədir? Onu izah edeyim. Çünki 2026-nın bir dəqiqə deyəcəm mən sizə. Burada var idi bunun şey. 2026-nın sentyabrına qədərdir. Bu təbii ki 2026-nın sentyabrına qədər bitəcək məndə. Elədiyim bir şeydir. Bu istifadə elədiyim bir şeydir. Niyə də almayım? Və dekabrın 31-nə qədər də var. Bu videoda çox ehtimal ki şənbə bazar günü, yəni ayın 21-i, 22-si və s. 20-si, 21-i və s. paylaşılır. İstifadə eləyirsinizsə. Yəni belə tövsiyə elədim yəni. Amma alsanız da komentarda yazın mütləq şəkildə. Neyse bu qədər. Alışverişimiz bu qədər idi və yeni il alışverişini göstərdim sizə. Özüm üçün əlaqəli olan alışverişi göstərdim sizə. Videonu bura qədər izlədinizsə hər birinizə çox təşəkkür edirəm və eyni zamanda əgər həqiqətən videomu bəyəndinizsə fikirlərinizi mənlə bölüşməyi qətiyyən unutmayın. Və növbəti vloqlarda nə çəkməyimi istəyirsinizsə, sizin üçün hansı daha maraqlı gəlirsə onları rey bölməsində yazın. Gələcək vloqlarda görüşənədək. Bye bye.